Demək, artıq saat 5-dir. Suyumu içirəm, gedirəm yürüyüşə. Lovel yazıb ki, çox düz deyir. İllər əvvəl mənə nişini tətbiq edən həkim resept yazmışdı. Amma o qədər qəliz bir qrafik ki, mənə çətin gəlirdi. Mutsuz idim. Amma bu oğlan o qədər rahat bütün nemətlərdən qədərində istifadə əyanı göstərir. Çox gözəldir. Nişinin kitabını oxusaz, belə deyim də sizə, 10 dəfə də oxusaz, siz o başa düşməyəcəksiniz. Onu yaşamayana qədər. Onu yaşayan, onun gözəlliyini bilir, yaşayan. Onu yaşayanda insan xoşbəxt olur. Bütün xəstəliklərdən uzaq olur. Başda da xərçəng xəstəliyi. Bütün xəstəliklərdən. Orqanizmi bütövlükdə sağlamlaşdırmaq lazımdır. Biz insanlar təbiətin bir parçasıyıq. Bizim şəfamız təbiətdədir, bitkilərdədir. Bax belə.